Qurban bayramında süfrələrə bol-bol ət gəlir. Ancaq bu bolluq sağlamlığımızı təhlükə altına atmamalıdır. İlk növbədə diqqət edilməli məsələ təzə kəsilmiş ətin dərhal bişirilib yeyilməməsidir. Yeni kəsilmiş ət bərk olur və mədə üçün ağırdır. Ən azı 12-24 saat gözlədilməsi həm dad, həm də həzm baxımından vacibdir. Ətin saxlanması da düzgün aparılmalıdır. Kiçik hissələrə bölüb soyuducuda 3 gün, dondurucuda isə 6 aya qədər saxlamaq olar. Bu həm təhlükəsizlik, həm də istifadədə rahatlıq yaradır. Qovurma bişirərkən əlavə yağ qoymağa ehtiyac yoxdur. Ətin öz yağı kifayətdir. Ən sağlam bişirmə üsulları arasında qaynatma, sobada bişirmə və manqal daxildir. Manqalda isə ehtiyatlı olmaq lazımdır. Ət közə çox yaxın olduqda zərərli maddələr əmələ gələ bilər. Bu səbəbdən ətlə köz arasında 15 sm məsafə saxlanmalıdır. Ətin ardınca şirniyyat yemək adətə çevrilsə də bu vərdiş sağlamlıq üçün uyğun deyil. Xüsusilə şərbətli şirniyyatlar həzmi çətinləşdirir. Ən azı 2 saat gözləmək və südlü şirniyyata və ya meyvəyə üstünlük vermək tövsiyə olunur. Yay istilərində ət daha tez xarab olur. Ona görə də günəş altında saxlanmamalı, sərin yerdə gözlədilib tez bir zamanda soyuducuya yerləşdirilməlidir. Rəngi və qoxusu dəyişmiş ət mütləq atılmalıdır. Gigiyenaya da xüsusi diqqət göstərilməlidir. Çiy ətlə təmas edən bıçaq, doğrama taxtası və qablar yaxşıca yuyulmalıdır ki, çarpaz çirklənmə baş verməsin. Və əlbəttə ki, su içməyi unutmaq olmaz. Gündəlik 2-2,5 litr su içmək və yeməkdən sonra qısa bir gəzintiyə çıxmaq bu sadə vərdişlər bayramı həm dadlı, həm də rahat keçirməyə kömək edəcək.